Salam mənim əziz izləyicilərim, mənim səhifəmə sevə-sevə baxanlar və sevə-sevə baxmayanlar. Sizi də salamlayıram. Çünki salam Allahın salamıdır. Demək, mən piraşki bişirəcəm, soğan dağlı edirdim. Bu dəfə elə kartuşkanın içine doğrayıb soğanı bu cür bişirməni göstərəcəm. Mən bunu da uzun illərdir edirəm. Çox dadlı olur. Demək olar ki, heç o birisindən seçilmir. Ondan da dadlı bir piraşki olur. Əsas piraşkinin xəmiri yaxşı olmalıdır. Və belə bu növdə bir xəmir edəcəm. Qızlar, mən gözə yarı edirəm. Çünki mənim yaşım da o yaş deyil. Mən də elə bax, mən çox droju sevmirəm, xoşlamıram deyə belə. Biraz bunun hər yerinə səpəcəm. Yəni ikinci qabı çox bulamadan. Bu qaydada və mən bir də piraşkinin xəmirini, duzunu çox edəndə onun xəmiri də qəşəng çıxır. Belə. Göylərim var onun içində. Belə. Demək, əlimdən göylər düşüb, olsun. Bu hamımızın başına gələn, evimizdə işlənən bir şeydir. Bu qədər bunu belə qarışdırıram. Çünki mən bura soda da vuracam. Karbonat belə soda deyirik. Yəni dilimiz belə öyrənib deyə bura çayını soda da vuracam. Demək, bu qədər 2 xörək qaşığıdır. Bu qədər bunu öldürməliyik. Bunun dadı biraz olur, o dadı getsin. Bütün xəmirlərə qatıq qatanda o çox gözəl kövrək olur. Bir də görürsən, bəzi səhifələrdə qarşıma çıxır 1 kilo una. 1 kilo una, mən heç unumun çəkisini də bilmirəm, nə qədərdir, gözə yarı edirəm. 1 xörək qaşığı droş tökmək nə deməkdir? Mən sevmirəm elə. Bu mənim yəni fikrimdir. Belə. Və qızlar, bura biraz da yağ tökəcəm. 2 xörək qaşığı bəsdir. Mən piraşkilərim tərifləmirəm özümü. Tərifləmək çıxmasın, qəşəng olur. Yumşaq olur, çünki onun qatığı var, təbii qatığı onu gözəl edir. Və bura yadımdakan bir çimdik pesok da atacam. Qızarmağına köməklik eləsin. Bu arada dəvə durdu, dam yıxıldı. Belə. Bir toz belə atdım. Çox yox, çox olmaz. Çünki haradasa çay qaşığının pesoğum razı deyil. Şimdi ilıq suyuna bunu yoğuracağıq. Hayfım gəlir qatığımın içinin qaşıq. İstəkanın içinin qatığını sonra tökə koydum. Xəmiri belə etmək lazım. Bilməyənlər üçün deyirəm, bilənlərə ehtiyac yoxdur. Bir məsəl var, qanana 1 kəlmə, qanmayana 1000 kəlmə. Qızlar, dəstə su ilə olar və belə. Narahat olmayın. Biraz sulu əldən edəndə bu piraşki xəmiri də biraz yumşaq olmalıdır da. Yuxanın xəmirinə baxanda, yəni lavaşın xəmirinə baxanda bu duru olmalıdır biraz. Mənim xəmirlərim əlimdən bərk çıxır həmişə. Və qızlar, mən bunu suyla əlimə batırdım suya. Yəni belə batırırsan, belə. Suyla xəmir yığılır. Qız yapışmır əlimə. Xəmirin yapışmağından narahat olun. Suyla dəstağım eləyim. Demək, xəmirimi tamamlayıram qızlar. Görür nə gözəl, bir dənə də yapışmadı. Həm yumuşaq. Elə. Axırda da belə əlimə yağı tökürəm. Altını da yağlayaq. Belə.
Tamam, dəstəbını biraz da əlimizdə tamamlayaq. Həmişə dediyim kimi belə olanda xəmir qəşəng dəstəbını götürür. Göstərmədim və belə. Allah bərəkət eləsin. Allah bizi çörəklə imtahana çəkməsin. Gözəl bir xəmir. Bunu bastırmalıyıq ki, gəlsin. Bir xəmirim alınıb, çox yumuşaq, çox qəşəng bir xəmir. Əlimi yağlamışam, buranı da yağlamışam ki, xəmir yapışmasın. Bu qaydada inanırsınız, xəmirim o qədər yumuşaqdır, o qədər belə qəşəng bir xəmir alınıb. Kündələrimi də edim, biraz qalsın, sonra pişirməyə başlayacağım. Piraşkilərimi, bax xəmiri belə edirəm ki, biraz belə eləyəndə qızlar, mən məsəl üçün belə qoymamışam. Bax, bu yüzünə edirəm. Bax, belə bu yüzünə. Çox da yaymıram. Bax, belə azca. İçini çox xoş görürəm. Bax, belə olanda açılmır. Xəmirim o qədər yumuşaqdır. Təsəvvür edin ki, əlimdə axır o üzə o qədər qəşəng bir xəmir çıxıb ki, bu üzünün, buranı yox. Buranı yox, bu alt hissəni. Onun dağ olmağını xəmirdən bir damcı atıram belə içinə. Görürsünüz nə qəşəng, bir yaxda birini atmışam. Görün nə boyda köpəşir. Bir nazik xəmir, belə. Hələ tam dağ olmayıb yağım. Ona görə piraşkilərimi atıram. Qoy bu xəmiri qızartsın. Xəmir yağ dağ olanda piraşkilər yaxşı qızar. Bax belə qızlar, görün nə gözəl çıxıb piraşkin. Bax belə bunu belə qıraqda qoyuram. Biraz yağı süssün. O birlərini əlavə edirəm. Ona qədər də demək qızlar, bax bunu mən məsələn düzəldib qoymuşam. Bizə də əlimlə belə basıram, sonra belə tuturam. Belə də atıram yağa. Bax qızlar, bax kəsmişəm buranı. Görürsünüz nə gözəl yumuşaq çıxır. Bax. Yəni mən elə çox boş olmur piraşkimdə. Bax görürsünüz. Bax burası da elədir. Yumuşaq. Belə. Çox qəşəng, çox yumuşaq. Yumuşaq. Özünüz gördünüz ki, droja da çox katmamışam. Necə yumuşaq. Yumuşaq belə bir xəmir.